Belki də inanmaq çətindir. Bura İmişli şəhəridir. Kifayət qədər sizin kənddə ağaçlar çoxdur. Bəli. Adətən bizim yerləri, özünüz bilirsiniz, aran yerlərin deyilər ağac olmur orada. Amma İmişli şəhərində, Şahverdili kəndində meşə də var. Ağaçlar da var. Bəli. Bu da o deməkdir ki, meyvə bağı da çoxdur. Hər kəsin özünün meyvə bağı var. Hər cür meyvəsi var. Bu da o deməkdir ki, sizin kəndin insanlar çalışqandır. Bəli, çalışqan. Təsərrüfatda işləyirlər də, özləri bostan əkirlər. Əlbəttə. Hərənin öz təsərrüfatı var həyətində. Hamıda var. Hamısı o işlə məşğul olur. Bəli. Hal-hazırda Bölgə TV olaraq İmişli şəhərində Şahverdilər kəndindəyik. Bizim kəndimiz verilişin bu həftə burada çəkirik. Kəndi gəzirik. Həqiqətən də bu kənd çox maraqlı kənddir. Bu kənd yaşıllıqların içində olan bir kənddir. Buranın meşəsi də var, buranın suyu da var. Buranın mehriban, qayğıkeş insanları da var. Hələ də gəzirik kəndi, izləmədə qalın. Şahverdilər kəndi çox maraqlı kənddir. Biz də bugün bizim kəndimiz olaraq, Bölgə TV olaraq sizin kənddəyik. Gəlmişik bu sizin kəndi, bizi izləyən tamaşaçıların diqqətinə çatdıraq. Sizin kənd necə kənddir? Bizim kəndimiz çox səfalı yerdə yerləşən bir kənddir. Zəhmətkeş kənddir. Əhalimiz hamısı zəhmətlə məşğul olan adamlardılar. Həm də ki, biz özümüz təsərrüfatla, bağla, bağçayla məşğuluq. Öz təsərrüfatımızla məşğuluq. Mənim atam da qonaqpərvər adam olubdur. Elə əvvəldən biz ona görə də elə köçüb bura gəlindən də həmişə bizim qonaqlarımız çox olubdur. Atamın yaxşı tanışları, qonaqları çox olubdur. Gülağa müəllim, yadıma bu stolları gördüm, yadıma bir şey düşdü. Bizim də kəndimizdə, bizim də qonşuluğumuzda bir ağsaqqal var idi, Murad əmi. Onun da belə stolları var idi. Elə bir kənddə hüzür olanda, toy olanda o stolları aparırdılar. Cəmaət ondan istifadə edirdi. Eyni bizdəki kimi. Sizdəki kimi. Bizdə də var. Əziz tamaşaçılar, baxın. Deməli, bu aydın məsələdir ki, indiki bu stolları hər adam artıq aparmır, istifadə eləmir. İndi bu əvvəlki vaxtlarda da bu 80-ci illərdən üzübəri ehtiyac var idi onda. Orada dəmirlərim də var, toyxana dəmirləri. Onlar hamısı orada dayanır, görərsiniz onlar da. Və bunlar hamısı rahat idi da, bunlar. Bunlar hamısı aparırdılar istifadə. Yəqin ki, pulsuz olurdu onlar. Pulsuz, tam ehsan. Tamamlansız, bəli. Ehsan. Görürsünüz, indi məsəl üçün gedirsən hansısa bir yerdən stol götürürsən pulla, amma kəndin belə bir adət-ənənələri var idi ki, bunlar pulsuz verilirdi insanlara. Hamısı, təmənnasız verilirdi, hamısı aparırdılar, gətirirdilər. İstifadə edirdilər, gətirirdilər. Gülağa müəllim, burada yazıblar, əziz qonaqlar, xoş gəlmişsiniz. Deməli, o söz oraya yazılıbsa, deməli, sizin həyət, sizin atanız həqiqətən də qonaqpərvər olub, sizin həyətin həmişə qonaqlar çox olub. Həm ziyalı olubdur, həm də ki, çox qonaqpərvər olubdur. Mənim atam, Allah rəhmət eləsin, o Öndarın ən yaxın adamı olub demək olar ki. Ondan 2-3 dəfə görüşü olubdur, Naxçıvanda, burada. Bizim burada çöldə sahəmiz olubdur, çöl sahəmiz. Oraya təşrif edib gələndə, həmişə atam gedib onlara qulluq edib burada. Burada da təndir görürük biz. Burada da təndirdir, bəli, burada özümüz... Hələ də burada çörək pişirilir. Çörək pişirilir, gündəlik çörək, 2 gündən bir, 3 gündən bir çörək pişirilir. Real pişirilir. Real pişirilir, bəli. Deməli, biz əziz tamaşaçılar artıq kəndlər gəzəndə təndir demək olar ki, biz orada görmürük. Yox, bizim təndirimiz var, həmişə çörək pişiririk ailəmiz üçün. Gələn qonaqlar da ondan tanırlar. Odunumuz, ocağımız, yəni hər şeyimiz özümüzün. Deməli, bu odunlardan istifadə edirsiniz. Odunlardan istifadə edirik. Əsl təndirdə. Çırpı deyirlər də ona. Burada çırpılardır da, çırpıdan istifadə edirik. Bunların hamısını belənçi gətirirsiniz, yığırsınız və çörəyinizi bundan. Çörəyi bundan pişiririk. Gülağa mənim, təndiriniz həmişə bərəkətli olsun. Çox sağ olun, təşəkkür ederim. ...1957-ci ildə salınıb. Hələ də qorunur. Hələ də qorunur, bəli. Bu quruyan ağaçların yerinə yeni ağaçlar əkilir. Bəli, əkilir.
Nə ağacları var burada Novruz müəllim? Bu gəbriş var, onun palıt var. 64-65-ci il, 67-yə qədər bu meşədə işləmişəm. Ha, burada nə işləyirdiniz? Bir şey deyil, ağaçda zəkirdik, Ha, köməkdir. burada. Hə. Deməli meşənin Bu salınmasında meyvə sizə bağını biz özümüz salmışıq. buranın. Hə. 67-ci ildə salmışıq. Onda belə çıxışı bu ağacların yaşı kifayət qədər böyükdür. Bəli, 57-ci ildə salınan meşədir. Deməli biz adətən o dağlıq ərazilərdə Novruz müəllim görürük meşə sahələri. Deməli bizim bu Aran bölgəsində də ağacı əksin ağacı olur, yetişir. Geçir, bəli, olur. Mən inanmazdım ki Aran bölgəsində belə bir meşə olar. Bu niyə bu? Biz göstürürük. Deməli qorunub saxlanılıb da hamısı Novruz müəllim. Bəli, meşəbəyi var, saxlayır. Hə, meşəbəyi fəaliyyət göstərir. Bəli. Burada meşədə hər hansı bir heyvan olur. Yox, başqa bir heyvan yox. Yırtıcı heyvanlardan olmur burada etsən. Canavar. Çaqqal, canavarda da olur. Yox. Onlar kəndə problem yaratmır. Aymayı yoxdur, burada elə şey yoxdur. Amma Canavar, çaqqal var. Kəndə problem yaratmırlar. Yox, nəsə- Təsərrüfatlara yox, toxunmurlar. Yox. Əziz tamaşaçılar, İmişli şəhərində Şahverdili kəndindəyik biz bu gün hal-hazırda. Adətən deyirlər ki, Aran bölgəsində meşə olmur, ağac olmur. Adətən bir neçə rayonu misal gətirmək olar buna. Amma bugünkü gün bu kənddə bu ağaçlara baxsanız, adam elə bir ki, yuxudadır da. Kifayət qədər burada ağaçlar çoxdur. Özü də uzun ömürlü ağaçlardır. Burada bayaq Novruz müəllim bizə Bunlar məlumat palıd verir. ağac. Palıd ağaçları da Palıd burada ağac, kifayət hə. qədər çoxdur. Aldığım məlumata görə buranın meşəbəyi də var. Sırf dövlət tərəfindən nəzarət olunur bura. Bəli, bir növdə qoruqdur da demək olar. Qoruq, bəli. Kəsməyə, doğramaq istəyər kəsmək. Bəli, kənd cəmaatı da deyir ki, hətta bura istirahətə gələnlər də olur. Bəli, hal-hazırda da orada məsəl üçün indi baxsaq, orada maşınlar da var. İlkin bəy götürə bilsəniz onları. Deməli, insanlar bura hələ də istirahətə gəlir. Gəlirlər, gəl. Kifayət qədər hava da sərin də burada. Çox sərin havası da var. Gülağa müəllim, sizin kifayət qədər, maşallah olsun, həyətyan sahəniz genişdir, böyükdür. Amma böyük olmağına baxmayaraq, siz burada biz baxırıq, ağaçlarınız da var, tərvəziniz də burada Bəli, var, bəli, bostanınız da var. Deməli, siz bu həyətyan sahədən maksimum istifadə edə bilirsiniz. Bəli. Bunlar aydın məsələdir ki, bunların ən birinci başında zəhmət olur. Sözsüz. Zəhmət də insanın ömrünü artıran faktorlardan biridir. Əlbəttə ki, bəli. Sözü sevirsiniz. Çox, çox. Mən hamısını özümüz əlimizlə bunu belləmişik, kərdiləmişik, əkmişik. Bütün hər bir şey də var. Məsələn, sarımsağından tutmuş, pomidoru, xiyarı, göygöyərtisi, hər bir şey var. Deməli, Gülağa müəllim öz nəvələrinizə, öz övladlarınıza tam təbii məhsullardan Təbii məhsullardan bəli, verirsiniz, istifadə edirsiniz. Elədir. Bu artıq demək olar ki, çox adam öz həyatında əkmir, becərmir. Çoxdur. Gedir bazarlardan alır. Bəli. Amma biz yox, biz öz təsərrüfatımızdan istifadə edirik hamısından. Bərəkət də onda da Gülağa Bəli, müəllim. bəli, bərəkətdir, təmiz qidadır. Bəli. Bu dəqiqə indi hamı çalışır ki, təmiz qida yesin. Bəli. Biz də təmiz qidanı özümüz istehsal edirik. Mürəbbələr bişiririk, kompotlar bişiririk, hamısını yəni Hamısından özümüz, bəli, istifadə yanımızdan. edirsiniz. Bərəkətli olsun Gülağa müəllim. Çox sağ olun, təşəkkür. İmişli şəhərinin Şahverdilər kəndini gəzirik. Burada da Gülağa müəllimin təsərrüfatındayıq. Bu ağaçlar özünüz əkmisiniz, hə Bəli, Gülağa hamısını müəllim? özümüz əkmişik. Həqiqətən də əziz tamaşaçılar, baxın görün ki, necə gözəl burada ağaçlar var. İntensiv deməzdim, amma ona yaxın bir bağçılığınız var. Burada bu gilas ağaçları. olub əsas. Atanızdan keçib sizə də. Atamızdan da bizə keçibdi. Gülağa müəllim, bunlar gilaslardır, ağ gilasdır bunlar. Qara gilas, ağ gilas, kırım deyilən. Öküz ürəyi də var da Öküz ürəyi sizə. də, bəli. Gülağa müəllim, bunlardan necə deyirlər, bazarlarda da satıb pul eləyə bilirsiniz. İnşallah vaxtı satacağıq. Ha, pul Keçən il eləyəcəyik. olmuşdu. Keçən il zəif oldu, amma bu il yaxşıdır, Bu maşallah. il maşallah biz görürük, çoxdur. Ha, məhsulumuz Nə boldur. ağaçlarınız var burada Gülağa müəllim? Gilas aydın məsələdir ki, Gilas görürük. var, cəviz ağacı var, alma var, alça var. Ondan sonra nədir? Cır gilas var, Vişnə. vişnə Bəli. var. Qoz ağacı da var. Armud Gülağa da müəllim. var. Qoz bəli, ağacı da var. Qoz ağacı da var, çox. Hə, bunların hamısını özünüz Hamısı özümüz əkmisiniz, əkmişik, becərmisiniz. Həqiqətən də çox adam deyir ki, Yapon cavalısıdır. bahanə edirlər Gülağa müəllim, çox adam həyətyan sahəsinə gedirsən, bahanə edir ki, şorandır, nə bilim, suyum yoxdur, amma onlar bahanə deyil.
insanın ürəyində olsa, zəhmət çəkmək istəsə, hər şey əldə edə bilər. Əkib becərəcək. Əkib becərəcəkdir. Bəli. Torpaqlarınız onda münbitdir da. Yaxşıdır, bizim torpaqlar münbit torpaqlar. Suyunuz necədir? Suyumuz da yaxşıdır. Gülam müəllim, vaxtı sizin necə? bağınızın məsələn alaq otları elə də çox yoxdur. Bu özünüz təmizləmisiniz. Biçilmişik. Buranı bir dəfə mən biçmişəm bunu. Artıq biçmisiniz. Biçmişəm, hə, qurudub götürmüşəm. Bu ikincisidir gəlir. Maşallah da tamaşaçılar baxın. İncil ağacı da var. Bəli, kənd maşallah elə gözəl yerdə yerləşir ki, həm bu kəndin meşəsi var, Zolağımız həm var, suyu var, da boldur. həm mehriban əsas odur ki, qayğıkeş Əhalisi də insanları var. bəli. Həm də ki, qonaqpərvər. bəli, həm də ki Gülağa müəllim kimi bayaq atasını da gördünüz də. O haqqında da biz danışdıq əziz tamaşaçılar. Belə baxıram ki, həqiqətən bağlı, bağçalı, meyvəli bir kənddir. Bəli. Təbii ki, biz hansısa bir evə giririk. Bəli. Hə, girəndə artıq kəndə ilk girişdə mən öz beynimdə formalaşdırdım, bu kənd necə kənddir? Artıq hiss olunur da. Bəli. Çünki kənd özü də bir evdir. Bəli. Adətən kimisə evinə qonaq gedəndə evə girən kimi baxırsan, ha bu necə evdir, səliqə var, səhman var, hörmət var, izzət var, ağsaqqala, ağbiçə hörmət var, yoxdur. Kəndə də girəndə ev kimidir. Kəndin girişindən artıq bilirsən ki, kənddə abu-hava necədir. Bəli. Həqiqətən də sizin kəndə girişindən də o bilindi. Bugün sizin həyətə də gələndən də o bilindi ki, sizin kənd çox gözəl kənddir. Bir növ xoşbəxt insansınız ki, belənçi meşənin yanında Bəli. qalırsınız. Aram bölgəsində ola. Əlbəttə. Sərinləməyə gəlirsiniz bura. Artıq may ayın ortalarıdır da. Biz gəlmişik bura soyuqdur. Mayın 16-dır da bu. Aha. Əziz tamaşaçılar, yenə də deyirəm ki, İmişli şəhərindəyik hal-hazırda. Bəlkə də çoxlar inanmayacaq ki, bizi hal-hazırda İmişlidəyik. Burada belə bir meşə bir zolağı var. Baxırsan, burada kifayət qədər burada yaşı çox ağaçlar var. Özdə elə bir ağaçlar yoxdur burada. Palıd ağaçlar, Palıd, Novruz müəllim. bəli, Sonra nə biraz ağac palıd. var? Sonra nə ağaçlar var burada? Balıqdır, qaratikan var. Bəli, hamısı populyar ağaçlardır, uzun ömürlü ağaçlardır. Gəbrik ağacı var. Dövlət tərəfindən nə qədər nəzarət olunsa da bir meşə zolağına, deməli bu kənddə yaşayan insanlar da ki, təbiətə, ağaca önəm verən şəxslərdir ki, bu əlbəttə. meşəni belə qoruyurlar. Biz bura baxırıq, burada nə zibil var, heç bir şey yoxdur burada. Gül kimi tərtəmizdir. İndi biz burada uşaqları da görə bilərik ki, uşaqlar da burada istirahət edir, ailəvilər gəlirlər, burada istirahət edirlər. Burada ocaq yandırırlar, Novruz müəllim, yoxsa? Yandırır, söndürür, tam Bəli. soyudub gedirlər. Hə, bəli. Piknik üçün. Bura tam Hə. pulsuzdur da. Bəli, pulsuz. Pulsuz gəlib burada istirahət edib gedirlər. Bəli. Bəli. Çox gözəldir. Elə burada hal-hazırda elə bilərsən ki, bəlkə də hansısa bir dağ rayonundasan, ucqar bir dağ kəndindəsən. Amma bura İmişli şəhəridir. Çox Mərkəz gözəl. rayonunda yerləşən İmişli rayonu. Şəhər. Bəli, İmişli şəhəri Şahverdi kəndi. Şahverdi kəndi. Mən belə fikirləşirəm ki, bəlkə də bu Aran bölgəsində ən böyük meşə zolağı burdadır. Yoxsa var? Elə böyük meşə buradadır. Hələ. Çox gözəl. Bu meşə düz belə gedir, uzaq gedir. Bu neçə kilometrdir bu? Məsələn, neçə hektardır ərazisi meşənin? 10 hektar buradır. Hə, bura tam Hə. uz. Ən çox hissəsi sizin əraziyə düşür da. Sizin kəndin 23 ərazisi. hektar o tərəfdir, 10 hektar buradır. İndi sonra beləcə də var 23 hektar, çoxdur meşələr çox. Novruz müəllim, hamısı belə sıx ağaçlıqdır, yoxsa Bəlkə belə hamı da belədir. hamısı belə sıx ağaçlıqdır? Amma biz bilmirdik ha, bura gəlməmişdən qabaq burada belə bir meşə sahəsi Ha, var. yox, belə. Demək olar ki, bu təsadüf oldu bizim üçün. Bəli, burada meyvə bağıdır. Qabaq yaxşı meyvələr var. İndi quru. Uşaqlığınızdan danış, uşaqlıqda bura gəlirdiniz. Bəli. Nə hissə keçirdirdiniz? Danışa gəlin. Uşaqlıqda gəndə mən deyirəm, bayaq deyirəm. Orta məktəblərdə oxuyanda mən bu meşədə də işləmişəm. Burada. Ya bəli, bax bu meyvə bağını deyirəm 67-də mən salmışam. Hə. Buralarda elə gəzmişik, cavan uşaqlar var. Onda aydın məsələdir ki, Novruz müəllim, hər ailədə çox evlad olurdu, çox uşaq olurdu. Bəli. O da daha maraqlı edirdi sizi. Bura gəlməyinizi, yəni burada oyunlar oynayırdınız, bəlkə də uşaq vaxtı. Bəli, bəli. Olurdu da. Olur.
gəlirdiniz bura. Belə burada yenə də deyirəm ki, gəlib burada istirahət edənlər də Elə var. var, çox. Bir növ bu istirahət zonasıdır. Deməli, İmişlidə istirahət zonası demək olar ki, var. Var. Tam təbii. Özü kifayət qədər hündürdür ağaclar. Uşaqlar, xoş gördük sizi. Siz İmişdə qalırsınız da, İmişli şəhərində. İmişli necə yerdir? Çok güzel yerdir. Siz İmişli şəhərində qalırsınız. Hansı məktəbdə oxuyursunuz? Rəhmi Alışova məktəbində. Dərslərinizi necə oxuyursunuz? Ha? Dərslərinizi necə oxuyursunuz? Yenə belə yanar malini. Hamınız sinif yoldaşsınız burada. Pareler. İmişli şəhərində yaşayırsınız, belə bir meşədə istirahət edirsiniz, düzdür? Bəli. Bura necə də xoşunuza gəlir? Çok güzeldir. Kim şeiri bilir? Mən. Bilirəm ki, dünənimiz bugünün keçmişi deyil. Hər dövrdə bir şəxsiyyət tarixin vərdişi deyil. Bir ölkəni xilas etmək bir insanın işi deyil. Allah səni öz nurundan yaratmışdı Heydər baba. Alqışlayın. Biz bugün Bölgə TV olaraq çox şad olduq ki, biz sizin kəndə gəldik. Sağ olun. Həqiqətən də gəlmək lazım imiş. Biz də elə sizin gəlişinizdən çox sevindik. Çox sağ olun. Gəlib bizi işıqlandırırsınız. Allah sizin bu verilişinizi daim eləsin. Çox sağ olun, minnətdarım. Uğurlu olsun. Çox sağ olun.